Marneuli şəhərinin Merab Kostova küçəsində Şok Mart supermarketinin təntənəli açılış mərasimi keçirilib. Çoxdandır gözlənilən supermarketin açılışına ictimaiyyət nümayəndələri, iş adamları, yerli müğənnilər və sakinlər iştirak ediblər. Lent kəsmə mərasimindən əvvəl qonaqlar üçün furşet süfrəsi açılıb. Yerli müğənnilər NATO və Sahil Dəniz çıxış edərək tədbirə musiqili ab-hava bəxş edib. Supermarketin rəsmi açılış lentinin mağazanın sahibi Yalçın Qərəhməzli övladları ilə birlikdə kəsib. Daha sonra qonaqlar Şok Martın geniş və müasir ticarət zalı ilə tanış olublar. Təqdim olunan məhsul çeşidinə və sərfəli qiymətlərə böyük maraq göstəriblər. Şok Mart rəhbərliyindən bildirilib ki, mağazadan müştəriləri daim fərqli endirim aksiyaları və hər bütçəyə uyğun sərfəli qiymətlər gözləyir. Bundan sonra Marneuli sakinləri üçün, bizim ətraf rayonlarımızın və kəndlərimizin sakinləri üçün burada fərqli bir xidmət görəcəksiniz. Burada fərqli qiymətin şahidi olacaqsınız. Ümidvaram ki, bu hər birinizin ürəyinizcə olacaq. Təşəkkür edirəm bir daha. Çalışaq bundan sonra da bu cür ikraya həmişə imza ataq. Yeni supermarketdə siz yüksək keyfiyyətli ət və süd məhsulları, un məmulatları, spirtli və spirtsiz içkilər, təzə meyvə tərəvəz, eləcə də 10 mindən çox müxtəlif qida məhsulunu əldə edə bilərsiniz. Şok Mart supermarketi həm yerli, həm də xarici istehsalçıların məhsullarının geniş çeşidini təqdim edir. Azərbaycan, Belarus, Türkiyə və Avropa ölkələrinin keyfiyyətli ekoloji cəhətdən təmiz və saxlama qaydalarına tam uyğun məhsulları sizi gözləyir. Saat 9:00-dan gecə 12:00-dək fəaliyyət göstərən Şok Mart hər gün yeni endirim aksiyaları və hər kəsin cibinə uyğun qiymətlərlə müştərilərinə xoş alış-veriş təcrübəsi bəxş edir. Bol çeşid, yüksək keyfiyyət və cibə uyğun qiymətlər yalnız Şok Mart supermarketində.